Abşeron rayonu Qoba qəsəbəsində fəaliyyət göstərən 11 sayılı körpəli revi uşaq bağçası tədris və tərbiyə prosesinin yüksək səviyyədə təşkili, səliqə səhmanı və nümunəvi nizam-intizam ilə seçilir. 115 yerlik bu müəssisədə uşaqların sağlam və hərtərəfli inkişafı üçün zəruri şərait yaradılıb. Bağçada hazırda 12 nəfər təhsil verən fəaliyyət göstərir. Onların hər biri uşaqlara qayğı, diqqət və sevgi ilə yanaşaraq tədris prosesini müasir tələblərə uyğun şəkildə həyata keçirir. Bağçaya təcrübəli pedaqoq Nəcəfova Kəmalə rəhbərlik edir. Onun rəhbərliyi altında kollektivdə nizam-intizam, məsuliyyət və səliqə-səhman hər zaman ön planda saxlanılır. Müəssisədə təmizlik, təhlükəsizlik və uşaqların rahatlığı üçün bütün tədbirlər görülüb. Qoba qəsəbə 11 sayılı körpəli revi uşaq bağçası bu gün də öz fədakar kollektivi və nümunəvi idarəçiliyi ilə seçilərək məktəbə qədər təhsil sahəsində uğurlu fəaliyyətini davam etdirir. Anam məni çağırsa, mən ona can deyərəm. Anam atamıza Azərbaycan deyərəm. Elvin Qudrətov, Cəmilə Nəsir qızı Kamil Quliyev bugün informasiya proqramı üçün.